Hər vaxtınız xeyir olsun. YouTube, Instagram və TikTok hesablarımı takip edib videoları bəyənməyi unutmayın. Bu sual dekabrın 14-ü 9-cu siniflərə OTK sınaq imtahanında salınıb. Deyir ki, bir-birinə xaricdən toxunan iki çevrənin mərkəzləri arasındakı məsafə 8-dir. Gəlin iki dənə çevrə çəkək və xaricdən toxunsun bu çevrələr bir-birinə. Mərkəzlər arasındakı məsafə də 8 olsun. Bunun mərkəzini seçirik, bunun mərkəzini seçirik. Mərkəzləri birləşdirək. Bu məsafə olsun 8. Bunun radiusu R1, digərinin radiusu R2 olar. Deməli, belə çıxır ki, R1 ilə R2-ni toplasaq 8 edər. Düzdür? R1 üstəgəl R2 bərabər 8. Çevrənin uzunluğu, deyir, uzunluqları cəmini tap. Çevrənin uzunluğu necə tapılar? Birinci çevrənin uzunluğu 2pi R1 üstəgəl. İkinci çevrənin uzunluğu 2pi R2. Ortaq vuruq. Hər ikisində olan 2pi'dir. 2pi çıxır qarşıya. Burada qalır R1 üstəgəl R2 və R1 üstəgəl R2 də 8 oldu, ona görə bunun yerinə 8 qoysaq 2-ni də 8-ə vurarıq 16. Pi'ni də yazaq yanına. Düzgün cavab 16 pi olar.